Amma bəhirdədir də. O bəhri saxladıqca səndə inkişaf gedəcək. Yəni hər istəyəcəksən ki, yazdığın sözü o ölçüyə sığdırasan. Bir müddətdən sonra o söz süzülüb gələndə belə bəhirlə. Bəli, o bəhirlə gələcək. Məsələn mən bir ara, məsələn mən belə necə deyim sənə? Məsələn Fuad. Yəni bunlara mən təfillələr yox deyil. Məsələn fəil. O belənciyinə yəni müraciət edirdim də öz dostlarımızla da. Məsələn Fuad gəlir məfailün. Məsələn mən deyirəm müfteylün. Yəni bu maşallah. Yəni bu əruz özü bir şeydir, amma hə məsələn yazmağa qalanda əlbəttə məsələn sənə hansı rahatdır? Məsələn həzəc. Dindir məni hərdən gözəlim fürsət olanda. Bu da İnsanın özü məhrəm bildiyi. Bu bəli, məsələn Əliyağa Vahiddə var. Məsələn müzahirə bəhri var. Məf'ul failat, məfa'il fa'il. Məf'ul failat, məfa'il fa'ilun. Məsələn bunu deyəndə çoxu bunu versiyası deyək də dil qələmlə. Dil qələmlə bunu çoxusu düz demir. Bəli. Məsələn burada deyir ki dil pərdə, dil qələm, nü qələm pərdə, dil qələm. Əsl şeyi dil pərdə, dil qələm, nü qələm pərdə, dil qələm. Məsələn dil pərdəni götürürsən məf'uli, dil pərdə. Failatu, dil qələm, nü, məfailü, qələm pərdə, failün, qələm dil. Yəni bu çoxsu yəni bunu qarışdırır. Məsələn deyir ki dil qələm, qələm nü və dil qələm, qələm. Bu da gedir. Yəni istədiyin şeyi, yəni özün şeyi ölçüyə sala bilirsən. Amma yəni bir halda o rukunları öz bəli, yəni öz axarında olsa, məsələn pərdə də deyirlər. Dil pərdə, qələm pərdə, dil qələm. Belə də deyirlər, amma əslində budur ki, dil yanaşmam başqa cürdür. Dil qələm, nü qələm pərdə. Bu təfiləyə mənə yanaşmam başqa cürdür. Necədir məsələn? Əgər Xəlil ibn Əhməd bunu formalaşdırıbsa, Hacı qardaşımız Hacı Teymur da, qardaşımız Hacı Adil də öz beynində formalaşdıra bilər bu təfiləni.